İctimai nəqliyyatın idarə olunmasında yeni mərhələ. Artıq metro, avtobus, tramvay ayrı-ayrı nəqliyyat növləri deyil, bir-birini tamamlayan vahid şəbəkənin bir elementləri kimi çıxış edəcək. Nə dərəcədə yaxın perspektivdə biz paytaxtımızın küçələrində tramvayı görə biləcəyik? 5 fərqli istiqamət üzrə Bakı şəhərində gələcəkdə tramvay olması planlaşdırılır. Yeni metro tikintisi hansı əraziləri əhatə edir? Yeni Günəşli, Yasamal kimi ətraf ərazilər proqramda yoxdur. Niyə Binəqədidə metro yoxdur? Biz bu sualla tez-tez qarşılaşırıq. Hər kəs öz evinin yanında istəyir. 60 yaşlı Azərbaycan metrosunda hansı dəyişikliyə ehtiyac var? Gələn qatarda hansı vaqonların nisbətən boş olduğunu ekranlarda sərnişinlərimizə göstərmək imkanlarımız olacaq. Bakı metrosunda interval problemi necə həll olunacaq? Sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində hansı yeniliyin tətbiqinə başlanılır? Uzun müddətdir təmir edilən metro stansiyalarının aqibəti necə olacaq? Niyə Bakı metrosunda əlil arabaları rahat hərəkət edə bilmir? Sərnişinləri maraqlandıran suallara Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov aydınlıq gətirəcək. Bugün saat 21:30-da ATV Aktualda.